Köhnə kəndin sirri, macəra yolculuğu uzaq dağların ətəyində illərin sükutuna qarışan, keçmişin izlərini daşıyan və əsrlərin hikmətini özündə birləşdirən qədim bir kənd var idi. Bu kəndin dar daş küçələrində hər küncdə nəsillərin danışdığı nağıllar, sevinclərlə kədərin iç-içə keçdiyi, göz yaşları və gülüşlərin izləri qorunurdu. İşte həmin kənddə Arif adlı gənc uşaqlığından bəri kəndin ətrafında dolaşan, hər daşda, hər ağacda gizlənmiş sirləri eşidən və həyatın əsl mənasını tapmağa çalışan bir ruh kimi böyüdü. Arifin atası kəndin ən hörmətli adamlarından biri idi və o, hər axşam odun sobasının ətrafında toplaşan insanlara keçmişin dərslərini, sevginin və inamın dəyərini izah edərdi. Hər kəsin içində, qəlbin dərinliyində eşidilən bir səs var, deyərdi o və bu səs sənə həyatın sirlərini, ümidin və sevginin qanadlarını bəxş edər. Arif bu sözləri ürəyində daşıyaraq hər gün öz hissəsini tapmaq üçün səyahətə çıxmağa qərar verdi. Bir payız səhəri yarpaqların saralıb yerə döküldüyü, küləyin sanki uzaq xatirələri pıçıldadığı o soyuq günlərdən birində Arif kəndin dar küçəsindən çıxaraq heç kimin addım basmadığı, tozlu və unudulmuş yolları izləməyə başladı. Onun içində həm həyəcan, həm də qərarsızlıq vardı, amma o bilirdi ki, hər addımında öz içində gizlənən səsi daha dərindən eşidəcək və həyatın əsl mənasını tapacaq. Yola çıxarkən Arif ətrafındakı təbiətin gözəlliklərini seyr etdi. Dağların zirvəsində qığılcımlanan günəş işığı sanki altından keçirilən bir xəzinəni xatırladırdı. Meşələr, geniş çaylar və kəpənəklərin rəqs etdiyi çiçəkli düzənliklər onun gözlərində canlı bir rəsm yaradırdı. Hər bir təbiət detayı sanki keçmişin, unudulmuş xatirələrin və gələcək ümidlərin bir hissəsi idi. Arif öz içində bu gözəlliklərin ahəngini dinləyərək qəlbinin səsini eşitməyə başladı. Bir neçə saatlıq səyahətdən sonra Arif yolunun sonunda qədim bir qapıya rast gəldi. Bu qapı illərin tozunu üzərində daşıyan, üzərində qədim oyma naxışların əks olunduğu və sanki keçmişin sirrini qoruyan bir varlıq kimi görünürdü. Arif bir an tərəddüd etsə də qapını açmaq üçün əlini uzatdı. Qapı ağırca açıldıqda arxasından sanki min illərin xatirələri, acılar və sevinclər bir anda ona axdı. Qapının arxasında yerləşən məkan çoxdan unudulmuş bir qala idi. Qalanın divarlarında vaxtın izi, hər daşda nəsillərin izləri vardı. İçəri girdikdə Arif gözləri qarşısında sıralanmış köhnə otaqlar, yığcam dəftərlər, rəsmlərlə dolu divarlar və əsrlərin sükutunu hiss etdirən əşyalarla rastlaşdı. Hər bir detal ona keçmişin sirlərinin, ailələrinin yaşadığı sevincləri və kədəri, həm də insan ruhunun sarsılmaz ümidini xatırladırdı. Bir otağın küncündə tozlu bir masa üzərində yerləşən böyük bir dəftər diqqətini cəlb etdi. Dəftərin səhifələri saralmış, lakin hər sətirdə sanki qəlbin ən dərin notları, duyğuların, kədərin və sevincin harmoniyası yazılmışdı. Arif dəftəri açdı və aşağıdakı sətirləri oxudu. Qəlbin səsini eşit, çünki o, sənin ən dərin sirrini, həyatın əsl mənasını və gələcək ümidlərini daşıyır. Hər kədər, hər itki, bunlar sənin ruhunun qanadlarıdır. Onları qucaqlayıb, hər anı, hər duyğunu yaşa, çünki həyat sənə hər zaman yenidən doğmağın və ümidlə irəliləməyin imkanını verir. Bu sətirlər Arifin ruhunu dərindən titrətdi. O, anladı ki, hər kədərin, hər acının və hər sevincin arxasında bir hikmət, bir dərs gizlidir. Bu kəşf ona yalnız öz içindəki səsi tapmağın deyil, həm də keçmişlə gələcəyi birləşdirən, hər kəsin qəlbində gizlənmiş ümid və sevgi nağılını ortaya çıxarmağın vacibliyini göstərdi. Arif bu unudulmuş qala divarlarında, otaqlarda və dəftərdə tapdıqlarını öyrənmək üçün uzun müddət orada qaldı. Qalanın sükutunda keçmişin əfsanələri, köhnə nəsillərin hikmət dolu sözləri onun ruhunda dərin izlər buraxdı. O, qalanın künc-künclərində yerləşən yazıları, rəsm və oyma işlərini diqqətlə incələyərək hər bir detalın ardında gizlənmiş mənaları anlamağa çalışdı. Hər tapdığı yeni nağıl, hər eşitdiyi hikmət ona öz içindəki səsi daha aydın eşitdirdi. Günlər keçdikcə Arif qalanı tərk edib kəndə qayıtmaq qərarına gəldi. O, qalanın divarlarında, otaqlarda və dəftərdə tapdığı hər bir sözü, hər bir hikməti öz ürəyində daşıdı. Qayıtdığı zaman kənddə onun dəyişmiş, dərin düşüncələrlə dolu baxışları hər kəsin diqqətini çəkdi. Kəndin yaşlıları, gəncləri və uşaqları Arifin səyahətindən, qalanın sirrindən və öz hissəsinin eşidilməsindən danışan sözlərini diqqətlə dinlədilər. Bir axşam kənd meydanında böyük bir toplanış təşkil edildi. Hər kəs Arifin tapdıqlarının, eşitdiyi sirləri və həyatın dərin mənasını danışmasını istəyirdi.
O, meydanda sakit amma dərin bir səs tonu ilə qalanın divarlarında yazılmış nağılları, dəftərdəki hikmət dolu sətirləri və öz səyahətində əldə etdiyi dərsləri danışdı. Əziz dostlar, hər birimizin içində qəlbin səsi vardır. Bu səs bizə keçmişin dərslərini, hər kədərin, hər itkinin arxasında gizlənən hikməti bildirir. Mən bu qalanın divarlarında, otaqlarında və dəftərində min illərin xatirələrini tapdım. Hər bir sətir, hər bir nağıl mənə göstərdi ki, həyatın əsl mənası, sevgi, inam və ümidlə dolu olan ürəyimizin səsindədir. Hər itki bizi daha güclü edir, hər kədər isə yeni bir ümid doğurur. Biz yalnız öz içimizdəki səsi dinləsək, həyatın hər anını dərinliyinə qədər yaşaya və gələcəyə doğru ümidlə addımlaya bilərik. Bu sözlər toplaşanların qəlbində dərin izlər buraxdı. Kəndin hər kəsi artıq gündəlik həyatın sıxıntısından, acı və kədərindən uzaq, öz içindəki səsi tapmaq üçün yeni ümid və sevgi ilə dolmuşdu. Arifin səyahəti və onun tapdıqları kəndin hər küncündə yaşayan insanların ürəyində yeni bir işıq yandırdı. Zaman keçdikcə Arif öz kəşflərinin, qalanın sirrini və eşitdiyi sirləri bir kitab halına gətirməyə qərar verdi. O, qalanın divarlarında, otaqlarında və dəftərdə tapdığı hər bir hikməti, nəsillərin ötürdüyü qədim nağılları və öz səyahətinin dərin təcrübələrini bir araya gətirdi. Köhnə kəndin sirri, macəra yolçuluğu adını verdiyi bu kitab təkcə mənəvi bir dərs olmaqla qalmadı, həm də hər kəsə öz hissəsini tapmaq, keçmişin hikmətini öyrənmək və gələcək üçün ümid dolu addımlar atmaq barədə ilham verdi. Kitab nəşr olunanda kəndin dar küçələrində, məscidlərdə, məktəblərdə və mədəniyyət evlərində böyük maraq oyandı. İnsanlar kitabın hər səhifəsində öz həyatlarından bir parça tapır, keçmişin, sevginin, kədərin və ümidin ahəngini dinləyirdilər. Gecələr ulduzların altında toplaşan sakinlər kitabın sətirləri ətrafında uzun-uzun söhbətlər edərək öz qəlblərindəki səsi tapmağa çalışırdılar. Arifin və kitabın verdiyi dərs təkcə onun öz həyatında deyil, kəndin hər sakininin həyatında dərin dəyişikliklər yaratdı. İnsanlar artıq yalnız gündəlik işlərində və problemlərində boğulmur, hər anın dəyərini bilməyə, keçmişin hikmətindən ilham alaraq gələcəyə ümidlə baxmağa başladılar. Gecə qapılarında açılan sirlər, ulduzların parıqlığı və qalanın sükut dolu divarları hər kəsə həyatın ən böyük sərvətinin, ürəyimizin səsi olduğunu xatırlatdı. Beləliklə, köhnə kəndin sirri, macəra yolçuluğu adlı bu nağıl Arifin səyahətindən başlayaraq kəndin hər küncündə yaşayan insanların qəlbində əbədi izlər buraxdı. Hər kəs öz içindəki səsi eşidərək, hər itki və kədərin arxasında yeni bir ümid, hər sevincin sonunda yeni bir başlanğıc tapdı. Bu səyahət təkcə bir gəncin kəşfləri deyildi, o, hər birimizin öz içimizdə daşıdığımız, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın ən gözəl nağılını necə yaratdığını bizə göstərdi. İndi kəndin dardaş küçələrindən, qədim qapılardan, qalanın sükut dolu otaqlarından və ulduzların parlaqlığından gələn hər səs, insan qəlblərində parlayan bir işıq kimi hər kədərin, hər itkinin arxasında gizlənən yeni bir ümid və sevgi doğurur. Biz hər an öz içimizdəki səsi eşidərək, keçmişin dərslərini mənimsəyir və gələcək üçün ümid dolu addımlar atırıq. Həyatın ən böyük sirri, əslində, hər kəsin qəlbində o səssiz melodiyada gizlidir. Sevgi, inam və ümidin qəlbimizin qanadları olduğu gerçəkdədir. Beləliklə, köhnə kəndin sirri, macəra yolçuluğu adlı bu hekayə təkcə Arifin deyil, hər birimizin içində axtardığı, tapdığı və inkişaf etdirdiyi o səsi, həyatın hər anını dərin və mənalı yaşamağın vacibliyini bizə göstərir. Hər kəs öz içində doğan o eşidilməyən melodiyanı tapdıqca həyatın bütün rənglərini, çətinliklərini və sevinclərini birləşdirərək əbədi bir nağıl yaradır və hər gecənin sonunda yenidən doğan ümidin işığını görür. Bu macəra dolu səyahət, qaranlıq gecələrdə açılan qapılar kimi bizə xatırladır ki, həyatın ən böyük sərvəti, ürəyimizin səsidir. Biz hər an o səsi dinləyərək, keçmişin hikmətindən, hər itkinin, hər kədərin arxasında gizlənən dərs və hər sevincin sonunda doğan yeni başlanğıcdan ilham alaraq öz nağıllarımızı yazırıq. Hər birimizin qəlbi əbədi bir macəranın və ümidin başlanğıcıdır. Beləliklə, macəra dolu bu səyahət, köhnə kəndin sirri, macəra yolçuluğu adlı nağıl kimi nəsillər boyu kəndin, ailələrin və bütün insan qəlblərinin dərinliyində yaşayıb, hər kəsin öz hissəsini eşitməsinə, sevgi və inamla dolu yeni yollar açmasına, hər qaranlıq gecənin sonunda parlayan günəş kimi ümid doğmasına səbəb olacaqdır.